Bismillahirrahmanirrahim. Hürmetli ve değerli dinleyiciler, dünyanın her harasında bizi eşitirsiniz, sizleri salamlayıram. Bəhsimizin mövzusu Əhl-i Qubur ziyarətiydi. Əhl-i Quburun ziyarətine gidəndə ən üstün olan hədiyələr, ən gözəl hədiyələr nə şeylərdir? Biz nə anlaya bilərik? Bundan başqa ki, Peyğəmbər bizə izah etsin. Biz nə anlaya bilərik? Bundan başqa ki, Əhl-i Beyti Peyğəmbər bizə izah etsinlər. Hansı əməldə əsər var? Hansı duada əsər var? Hansı surələrdə əsər var? Bunları mən inşallah izah edəcəm. Hansı surələr, hansı ayələr, hansı əməllər, hansı dualər? O duaları da bir verilişdə izah edəcəm. Bu verilişdə bir qıssa şəkildə, bir gözəl qıssa duadır ki, İmam Hüseyin şəhadət zamanında atdan yerə gələndə bu duanı oxuyubdur. Əmir-əl-Müminin oxuyubdur. Yəni maraqlı bir duadır. Qıssa şəkildə hər bir insan bunu zehnində, kafasında saxlaya bilər. Rivayət budur. Mən qərə əla qəbrin. Kimsə bir qəbrin üstündə dayana bunu oxuya. Bismillah və billah və əla milləti Rəsulillah. 2 kəlmə. Bismillah və billah və əla milləti Rəsulillah. Bismillah və billah və əla milləti Rəsulillah. Tamam. Nə əsəri var? Nasıl etkilendirir meyyiti? Rəfəəllahul əzabə ən sahibi zâlikel qəbr 40 sənə. Kimsə bu cümlələri desə, Allah 40 yıla qədər əzabı bundan məhv eylədir. Bir də təkrar sözüm tamam. Bismillah və billah və əla milləti Rəsulillah. Tamam. Allah 40 yıla qədər əzabı götürür. Allah sonumuzu xeyrə xətm eyləsin inşallah. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.